Herkese salam kızlar. Necəsiz? İnşallah ki yaxşı olun. Çox şükür. Həmd olsun mən də yaxşıyam. Yarışmanın videosunu çəkirəm kızlar. Öncəliklə bu qədər diqqət, sevərək izlədiyiniz üçün çox təşəkkür edirəm. İnanın kızlar mənə elə şeylər yazdılar ki, 99% zaten biz çətin sual qoymaq istəmədik. Yəni məqsədimiz elə bir şey değildi ki, elə çətin qoyaq ki, heç kim tapmasın. Zaten mən bilirdim ki, bunu köhnə izləyicilərimin hamısı bilir. Ay qız. Hə. Məndən bərt qışqırır. Hə. Bizim məqsədimiz prosto ortaya bir sual qoymaq idi. Amma gəlib onun yanı sıra soğan da sevmirdiniz, sarımsağı da sevmirdiniz, ayna silməyi də sevmirdiniz, onu eləyirdi, sevdiyiniz rəng, Kərbəla, qurban, hər şey yəni o qədər detaylı danışdılar ki qızlar. Özüm də yəni məhətə qaldım ki, bu qədər məni diqqətli izləyiblər də. Bir dəfə də qızların biri mənim öncəki həyatımda bir-birimizə müraciət formamızı demişdi. Mən məhətdə qalmışdım ki, sən bunu necə bildin sən? Mən onu uzağa bir dənə yerdə deyərəm də ki, biz bir-birimizə belə müraciət edirik. Onu qız gəlib yazında şoka düşmürsən, bunu necə yadına saxlayıbsan? Yəni diqqətlə izlədiyinizi bu vlogda da, bu keçən vlogda da gördüm ki, yəni həqiqətən diqqətlə izləyirsiniz. Nəysə keçək yarışmaya. Yarışmada qızlara təşəkkür edirəm. Çox adam qatıldı. Mən dedim ki 20-30 dənə, amma baxıram ki, yox, xeyli qızlar qatılıbdı. İndi gedirəm hamısının spisakını çıxardam, hamısının adını yazam, hamısının, yəni orada nə düşürsə, qızlar mən onu yazacağam. Orada hansı düşürsə onu yazacağam. Demək istədiyim nədir? İndi mən sizin yanınızda onun adını yazıb hamının, yəni oradan çəkəcəm. Düşən adamla əlaqə saxlayıb sonra hədiyyəsini qablaşdıracağam. Ola bilər o insan kitab sevməyə bilər. Ola bilsin, yəni hər kəs kitab sevir deyə bir şey yoxdur. Ola bilsin kitab sevməyə bilər, bujuteriya sevə bilər. Ola bilsin başqa, yəni mən ona təklif eləyəcəm yəni. Kitab sevərsə nə xoş, onu sevə-sevə yəni onu paketləyib göndərərəm. Hə, yəni yenə də orada çıxan adamla öncədən əlaqə saxlayacağam, həm adresinə falan filan görə, həm də ki, hədiyyəsini istəyirəm ki, onun ürəyincə olsun, elə eləyim. Belə. Orada kimin adı çıxacaqsa ona, o başqa, indi onunla özəldə danışacağam, ona təşəkkürümü bildirəcəm. Amma bu tərəfdən hər birinizə çox təşəkkür edirəm. Məni bu qədər diqqətlə izlədiyinizə görə, bu qədər mənə dəstək olduğunuza görə və çox xanımlar izləyirlər, amma yazmırlar. Bu videoda çox adam yazdı. Mən gördüm ki, həqiqətən mənə izləyici kütləm, izləyici, ətrafımdakı izləyici qızlar çox uymur. Çox sağ olun, sizi sevirəm, sizlə bir yerdə kanalımı işlətməyi sevirəm, oradakı paylaşımlarımı sevirəm. Mənə həqiqətən motivasiyadır. Yaxşı ki, bu kanalı vaxtında açmışdım. Bu kimi şeyləri tez-tez eləyərik. Fərqli-fərqli, Nurka sağ olsun, tapıb çıxardacaq mənə fikirlər. Bu kimi şeyləri tez-tez eləyərik. Belə qaynaşma olur bir-birimizin arasında. Ola bilər cavab yaza bilmədim. Çox qızlar yazdılar, onlara cavab yaza bilmədim. Yəni çoxdan yazmayan qızlar da yazdı. Mənim Angelim yazmışdı. Öpürəm onu buradan. İndi necə edirik? Gedirik bərabər. Giririk YouTube stüdyoya, oradaki bütün şərhləri başdan sona hamısını bir sizə cavab yaza bilməyəcəm. Çünki həm cavab yazıb, həm də elə ad çıxartsam, onda mənim üçün vaxt çox gedər də. Mən bunu özüm eləmək istədim. Nurka dedi, mən çıxardım. Dedim, yox, özüm. Çünki Serevna ki, Nurka mənə çıxardıb verir, kağız, yəni telefona da yazıb versə, mən yenə də onu kağıza yazmalıydım. Ona görə də dedim ki, yox, elə özüm baxaram, özüm də kağıza yazaram. İndi bir stüdyoya girək, oradan adları bir hamısını kağıza yazım, qatlayım, püküm, bərabər də gəlin püşkümüzə ataq. Yəni cavab yaza bilməyəcəm orada. Çünki vaxt etkisi olmasın da. Həm cavab yazsam, həm ad kənara yazsam, onda mənim üçün çox vaxt verir. Mən də işləyəm gördüyünüz kimi. Qazanan hər kim olacaqsa ondan çox mən həyəcanlıyam. Bir də onun hədiyyəsini falan hazırlamağı, belə şeyləri çox sevirəm. Hədiyyə almağı daha çox sevirəm. Hədiyyə verməyi də daha çox sevirəm. Amma onu bir də paket demək, belə şeyləmək o daha xoş gəlir mənə. Yəni sevə-sevə eləyəcəm buna, hamısını ürəklə, yəni belə bayıla-bayıla eləyəcəm də bunu. İnşallah göndərəcəyim qız da, xanım da çox sevər hədiyyəsini. Hə, qoy bunu deyim, bir dənə izləyicim yazmışdı ki, pəncərə silməyi sevmirsiniz. Sizi heç pəncərə silən də görməmişəm. Düzdür, görməyə bilərsiniz. Ona görə ki, mən əvvəl belə üzüm görsənməsə də, buradan belə icazə yox idi görünməyinə. Yəni tək üzüm görünmür, yox da.
belə, yəni uzaqdan, arxadan, uzaqdan da olsa çəkməyə. Pəncərə silmək elə bir şeydir ki, yəni videonun biri var, buradan qoyasan, oranı çəkəsən. Ona icazəm yox idi deyə sildiyimi ara sıra çəkirdim yaxından tutub. Yəni sadəcə pəncərə sildiyimi, yəni də işin içində bunu da elədim kimi göstərirdim. Amma təbii ki, görün nə gözəl silirəm deyə eləməmişdim. Çünki mənim ona icazəm yox idi. Amma pəncərə silməkdən xoşum gəlmir deyə bir şey yoxdur. Mən bütün ev işlərini sevirəm. İndi də sevirəm, əvvəl də sevirdim. Bir dənə ütünü sevmirdim, indi də sevirəm. Mənim soruçmaq sözümü gəlib çox adam ələ salır. Öz ağlınca indi lağa mı qoyubdu bilmirəm. Hə, güya ki mən ola bilər. Mən belə deyirəm ay qızlar. Mən soruşursan demirəm. Mən soruçuram deyirəm. O ağlınca güya ki indi mən ələ salanlar var da. Biri hələ soruçuramını da uzadıbdı. Onda Nurka mənə screen eləyib atıbdı ki, bəs buna bax gör nə yazıbdı. Mən soruçuram sözümü ağlınca ələ salan qızlar. Sizdən soruçmuram necə deyim. Mən necə istəyirəm elə də deyirəm. Soruçmaq istəyirəm, soruçmaq da deyirəm. Elə deyirəm, elə də yazıram. Kəsdim vərəqlərimi. Baxın. Kəsdim. İndi kanala daxil olaq. Adamın öz videosu da öz ana səhifəsinə düşürmüş də deməli. Bax, görə başqa kim var? Səsini aşağı eləmişəm ki, əsas odur ki, biz şərhlərə baxaq və ən yenilərə. Ən yenilərdən başlayaq ən axırlarına. Ən axırıncı lap aşağı gedək ki. Belə qızlar, hamının adı buradadır. Yazdığım bütün adlar. İndi girin bir dənə də YouTube stüdyoya baxım. Axırda bir iki dənə vərəq saxlamışam ki, bəs bunu çəkənə qədər axırda kim yazsa onu da əlavə eləyib. Ondan sonra püşkümüzü ataq. Bunu da yığaq bura. Belə. Buradakı adların hamısı həqiqətən də yaxşı, mənə həmişə yaxşı davranan, yaxşı yazan qızların adıdır. Çoxsu da geniş yazmışdılar, yəni bir tək belə ütü deyib keçməmişdilər. Ondan məlum idi ki, hamısı mənə çoxdan izləyirlər və də sevərək izləyirlər. Pis yazanların adları yoxdur burada. Pis yazan, bir necə yazmışdım? İzlənmək üçün hər şey eləyirsiniz də. Ütü. Ütü, sən burada yoxsan, xəbərin olsun. İzləmək üçün hər şey... burada qəbahətli nə var? Hə, izləmək üçün hər şey eləyirəm, bəli. Birincisi, izləmək üçün eləmirəm, qaynaşmaq üçün eləyirəm. İzlənmə onsuz da 100 o tərəf, 100 bu tərəf. Kanal işlədən xanımlar bilir. 100 o tərəf, 100 bu tərəf, 4 dollar, 5 dollar, özündən ödəsə 6 dollar pul verir videolardan. Ona görə də yəni, izləmə üçün deyil. Sadəcə kanal aktiv qalsın, kanalda qızlarla qaynaşaq, kanalda qızlarla mehribanlaşaq. Kimin nə olduğunu, kimin sənə nə qədər olduğunu bilmək üçün bunlar yaxşıdır. Üçüncü də ki, idarəçi xanım belə məsləhət görübdür. Daha neyin onda xətrinə deyəs deyilik ki. Mənə də xoş oldu, heç ağlıma da gətirməzdim, eləməzdim də. O dedi deyildim. Ay, yapışdı. Belə. Neysə, bunu qopardaq. Və başlayaq. Yox,
Kızlar, bunu buradan çıxardım. Çünki oraya yapışır. Buna baxın. Ədalətsizlik olmasın. Bunu bura eləməyək. Bunu yerdə eləyək. Sən mənə lazım olmadı. Heç kimin adı qalmadı ki. Yox, qalmadı. Burada eləyək. Belə eləyək. Çəkirəm. Çəkirəm qızlar. Ay, necə çəkim bunu? Hardan çəkim, necə çəkim bilmirəm. Belə eləyib dənəsini götürəcəm. Götürdüm. Ya Allah, açdığım adı elə profili burada videonun bölünə yerləşdirəcəm. Özü də görsün, özünə də yazacağım. Hazırsınız? Leyla Akdırı. Leyla xanım qazandı məndən hədiyyəni. Təbrik edirəm Leyla.